Qədim Misir mədəniyyəti haqqında nə deyə bilərik? Əslində çox şey deyə bilərik. Həqiqətən də qədim Misir zəngin mədəniyyətə sahib olmuşdu. Və Misir Nilin töhfəsi adlandırılırdı. Qızıllı ölkə və ehramlar ölkəsi qədim Misirin adlarıdır. Bəs Nilin töhfəsi nəyə görə adlandırılırdı? Ona görə ki, bu sivilizasiya Nil çayı sahilində yaranmışdı və əhali burada əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdu. Qızıllı ölkə adlanmağının səbəbi nə idi? Əslində deyir, qızıl yox idi orada. Əsas sərvəti buğda və digər dənli bitkilər olmuşdu və taxıl zəmiləri məhsullar yetişəndə qızılı rəngə boyuyurdu, deyir, torpaqları, əraziləri qızılı rəngdə görünürdü. Ona görə də qızıllı ölkə adlanmağının səbəbi elə məhz dənli bitkilər yetişdirilməsi idi. Və ehramlar ölkəsi adlanmağının səbəbi də burada çoxlu ehramlar, yəni piramidalar inşa edilməsi olmuşdu. Baxmayaraq ki, dünyada hal-hazırda ən çox piramida Sudan ərazisindədir. Amma dünyanın ən məşhur piramidaları elə Misirdə yerləşir. Və həmçinin məbədlər və saraylar da memarlığın digər inkişaf etmiş sahələri olmuşdu. Və qədim Misirdə yazı eradan əvvəl 4-cü minillikdə yaranmışdı. Bu Mesopotamiyadan alınması ehtimal edilir. Bu yazının ilk yazı növü piktoqrafik yazı olmuşdu və həmçinin qədim Şumerlərdə də Misirdə də möhürlərdən istifadə edilmişdi. Bu oxşarlıq təşkil edir hər iki mədəniyyət üçün. Biz möhürlərdən istifadəni təkcə Mesopotamiya ilə yox, həmçinin Manna, Albaniya, Hindistanla da oxşar cəhət kimi götürə bilərik. Və yazının yaranmasının səbəbləri nələrdir? Yazının yaranmasının səbəbi məlumatların, elmi və tarixi biliklərin yadda saxlamaq zərurəti, gələcək nəslə ötürülməsi zərurətindən irəli gəlirdi. Və başqa bir səbəb isə vahid dövlət yaranandan sonra fironların əmr və göstəricilərini, qanunları insanlara dəqiq ötürmək zərurəti olmuşdu. Və piktoqram yazıdan hieroqlif yazıya keçmişdilər qədim Misirdə, eradan əvvəl 4-cü minillikdə. Şəkli yazı yaranır və hər hansı bir fikri ifadə etmək üçün şəkillərdən istifadə edirdilər. Şəklini çəkirdilər o həmin belə deyək də ideya, fikir nədirsə, varlıq nədirsə. Amma sonradan artıq sözün səsini ifadə edən və anlamını ifadə edən işarələr birləşdi. Beləliklə hieroqliflər yaranır və elə hieroqliflərdə, mixi yazıda məhz belə yaranmışdı. Sözün səsini və anlamını ifadə edən işarələrdən ibarət olmuşdu və hieroqlif sözünün mənası müqəddəs işarələr deməkdir. 700-750-yə yaxın hieroqlif olurdu qədim Misirdə və yazı ləvazimatı kimi də daş, ağac, dəri və papirus bitkisinin yarpaqlarından istifadə edilirdi. Və hieroqlif yazının sirri 1822-ci ildə fransız alimi Jean Champollion tərəfindən sirri açılmışdı. O ilk dəfə Napoleonun Fransaya apardığı, Misirdən Fransaya apardığı Rozetta daşı üzərindən yazılardan oxumuşdu və ilk oxuduğu sözlər isə Ptolemeylər və Kleopatra sözləri olmuşdu. Bundan sonra isə artıq hieroqliflərin sirri açılmışdı. Ən savadlı adamlar, kahinlər, məmurlar, dəftərxana işçiləri olurdu, mirzələr olurdu. Onlar həm də müəllimlik edirdilər, kahinlər və dəftərxana işçiləri. Məbəd məktəblərdə verilirdi təhsil və yalnız adlı sanlı insanların, imkanlı insanların övladları bu məktəblərdə təhsil ala bilirdilər. Və tədris proqramına daxil edilirdi. Məsələn, hieroqlif yazı, hesab, həndəsə oğlanlara bunu öyrədirdilər. Həndəsəni öyrətməkdə mahiyyət nədən ibarətdir? Yəni, piramidaları, məbədlər tikmək üçün onlar həndəsi biliklərə sahib olmalıydılar. Sahə, həcm kimi hesablamanı bacarmalıydılar. Ona görə də həndəsə inkişaf etmiş sahələrdən biri olmuşdu qədim Misirdə. Qızların təhsili isə qızlara daha çox evdarlıqla bağlı, musiqi, rəqs kimi şeylər öyrədilirdi. Və məktəb ləvazimatları isə nə olurdu? Papirus baha olduğuna görə onlar üzərinə mum çəkilmiş lövhələrdən istifadə edirdilər, hamar daşlar üzərində yazırdılar və qab qırıqları üzərində yazırdılar. Qamış qələmlərdən və xüsusi mürəkkəbdən də istifadə olunurdu. Məktəblərdə isə pis oxuyan, nadinçilik edən şagirdlər sərt cəzalandırılırdı. Yəni nizam-intizam qaydaları sərtlik təşkil edirdi. Bildiyimiz kimi qədim Misir çay hövzəsində yaranmış bir sivilizasiyadır. Nil çay hövzəsində yaranmışdı və Nil çayı sivilizasiyanın yaranmasına səbəb olduğu kimi həm də problemlər də yaradırdı. Bildiyimiz kimi Nil çayı daşırdı, vaxt daşırı və o daşqınların vaxtını bilmək lazım gəlirdi Misirlilər üçün. Daşqınların vaxtını dəqiq bilmək üçün isə ulduzları müşahidə edirdilər kahinlər və baxırdılar ki, daşqın vaxtı ulduzlar müəyyən qaydada düzülür. Bu da onlara daşqınları əvvəlcədən bilməyə xəbər verirdi və bilməyə şərait yaradırdı. Deməli,
Nil çayı bol sulu olduğu kimi, bol məhsula şərait yaratdığı kimi, həm də özünlə bərabər problemlər də gətirirdi. Bu problemlərin qarşısını almaq üçün onlar bəndlər çəkirdilər və həmçinin daşqınların vaxtını dəqiq bilməli idilər. Bu isə astronomik biliklərin inkişafına gətirib çıxardı və nəticədə də astronomik biliklər inkişaf etmişdi qədim Misirdə. Bu bilikləri sayəsində onlar günəş və ay tutulmasının vaxtını müəyyənləşdirə bilirdilər əvvəlcədən. Ulduzlu göyün xəritəsini tərtib etmişdilər və həmçinin günəş və su saatlarından da istifadə qədim Misir mədəniyyətinə aiddir. Və onlar dəqiq təqvim yaratmışdılar. Onların yaratdıkları təqvim 1 il 365 gündən ibarət idi. 12 aya bölürdülər bir ili. Hər ay 30 gündən ibarət idi və ilin sonuna 5 gün əlavə edirdilər və həmin günləri bayram günü kimi qeyd edirdilər. Və Nilin dövrü daşqınlarına əsaslanırdı bu təqvim hesablamaları və ili də 3 mövsümə bölürdülər. Daşqın, əkin və məhsul yığımı dövrlərinə bölürdülər. Və Şumerlərdən zəif olsa da onların riyazi bacarıqları, amma həndəsə cəhətdən inkişaf etmişdilər, yüksək səviyyədə inkişaf etmişdilər. Belə ki, üçbucaq, dairə, trapesiyan sahəsini hesablamağı bacarırdılar. Bu da onlara tikinti və memarlıqda istifadə edirdilər bu biliklərindən və onluq hesablama sistemindən də istifadə etmişdilər. Müasir rəqəmləri bilməsələr də hər rəqəmin öz işarəsi var idi. Bax, bu da yəni onların riyazi bacarıqlarından xəbər verirdi. Amma köhnə kitablarda onluq hesablama sisteminin yaradılmasını qədim Misirə götürürdülər. Siz testlərdə ola bilsin, köhnə testlərdə onu görə bilərsiniz. Amma təzə dərsliklərdə artıq biz onu görmürük. Yəni Mesopotamiyada yaradılmağı ehtimal edilir və Misirlilər də onluq say sistemindən, hesablama sistemindən istifadə etmişdilər. Bundan əlavə onlarda tibb də inkişaf etmişdi. Tibb sahəsində nailiyyətləri də var idi. Həkimlər deyir, xəstəliyi müəyyən etmək üçün, təyin etmək üçün nəbzi dinləyirdilər və müxtəlif bitkilərdən müalicə məqsədindən istifadə edirdilər. Yeri gəlmişkən bu bitkilərdən müalicə məqsədindən istifadə edilməsi qədim Çinlə oxşarlıq təşkil edə bilər. Qədim Çində də çay bitkisindən dərman bitkisi kimi istifadə edirdilər. Ümumiyyətlə, yəni müxtəlif ölkələrdə bitkilərlə müalicə üsulu olmuşdu. Və dünyada ilk dəfə sadə cərrahi əməliyyatlar aparmışdılar onlar. Bu sadə cərrahi əməliyyatlar aparmağın səbəbi də mumyalama adəti olmuşdu. Yəni dini adət bax bu təbabətin inkişafına, tibb elminin inkişafına şərait yaratmışdı. Və həmçinin göz, diş xəstəliklərini də müalicə edə bilirdilər. Bu da onların tibb sahəsində nailiyyətləri olmuşdu. Və mumyalama adəti də dedi ki, insan anatomiyasını dərindən öyrənməyə və tibb elminin inkişafına birbaşa təsir göstərmişdi. Mumyalama insan öldükdən sonra onu yarırdılar içini və ürək qalırdı sadəcə o deyir bədəndə. Qalan daxili orqanları çıxarırdılar, onu qətran hopdurmuş bintlə sarıyırdılar, qurudurdular və inanırdılar ki, cəsəd nə qədər ki bütövdür, sağdır və bütövdür, çürüməyibdir, məhv olmayıbdır, o deməli, yəni əbədi yaşayır. Adətən varlıları və fironları bu cür mumyalayırdılar qədim Misirdə. Və çox tanrılığa inanırdılar, bütpərəst idilər, müxtəlif tanrılara inancları var idi. Günəşə, aya, Nil çayına, heyvan və quşlara inan var idi burada. Və tanrıları insan bədənli, heyvan və yaxud da quş başlı təsvir edirdilər və baş tanrı orada Amon olmuşdu. Bundan əlavə müxtəlif tanrıları var idi onların. Anubis ölüm allahı, Qor, Tot, Osiris kimi tanrıları olmuşdu. Və Amon isə dedik baş tanrı idi, tanrıların hökmdarı və Fironun havadarı hesab olunurdu Amon. Axirət dünyasına inanları isə belə idi ki, yəni inanırdılar ki, insan bədəni bütöv qaldıqca o yaşayır və buna görə də mumyalamanı kəşf etmişdilər. Ölümsüzlüyü təmin etmək üçün cəsədin çürüməsinin qarşısını almaq üçün mumyalama prosesini həyata keçirirdilər. Və ümumiyyətlə, memarlıq xidmət edirdi, Fironun hakimiyyətinin möhkəmləndirilməsinə və ilahiləşdirilməsinə xidmət edirdi. Bu məqsədlə onlar piramidalar tikirdilər Fironun qüdrətini göstərmək üçün. Misirdə, Misir memarlığında həmin o piramidalar əsas yer tutur memarlıqda. Ona görə də ehramlar ölkəsi də adlandırılır Misir. Bundan əlavə məbəd və saraylar da tikmişdilər qədim Misirlilər və heykəltaraşlıq, sənətkarlıq, rəssamlıq burada mühüm yer tuturdu. Məbəd və məqbərə divarlarındakı rəsmlər, heykəllər əsasən tanrılar və fironların əksi olurdu həmin o şəkillərdə. Bundan əlavə zərgərlik yüksək səviyyədə inkişaf etmişdi. Sənətkarlar deyir qızıl və qiymətli daşlarla işləmək bacarığına sahib idilər.
Eradan əvvəl 3-cü minillikdə Giza ərazisində ehramlar tikilmişdi fironların şərəfinə. Əvvəllər ilk vaxtlar fironlar bu piramidalarda dəfn olunurdu, lakin sonradan piramidalar qarət olunduğu üçün fironlar artıq 1-ci Tutmosun hakimiyyəti dövründən etibarən fironlar yeraltı gizli sərdabələrdə dəfn edilmişdi. Bax, buna diqqət edirik biz mütləq. Deməli, həm 1-ci Tutmos, həm 3-cü, həm 3-cü Tutmos, həm 2-ci Ramzes yeraltı gizli sərdabədə dəfn olunub, bunu deyə bilərik biz. Amma bundan əvvəlki fironların piramidalarda dəfn edilməyinin şahidi oluruq. Və ilk piramida pilləkən formalı ilk piramida daşdan hörülmüş piramida idi. Bu firon Djoserə məxsusdur. 60 metr hündürlüyü var idi onun. Amma ilk piramidalar, daha əvvəl tikilmiş piramidalar çiy kərpicdən düzəldilmişdi. Yeri gəlmişkən bu çiy kərpicdən tikilməyini biz zikuratlarla da oxşar cəhət kimi götürə bilərik. Mesopotamiyada inşa edilmiş 3-5-7 pilləli məbədlər olurdu. Zikuratlar adlanırdı bunlar. Onlar da elə çiy kərpicdən hörülürdü. Və Firon Xeopsun piramidası isə ən hündür və ən böyük piramida olmuşdur. Dünyanın 7 möcüzəsindən biri hesab olunur. Həmçinin adı Xeopsun üfüqü də adlanır. 147 metr hündürlüyü olmuşdu bu piramidanın və 3000 il dünyanın ən hündür tikilisi olmuşdu, 3000 ildən artıq. Və biz dedik, bayaqlarında dedik, yenidən təkrarlayırıq ki, Nil daşqınları astronomiyanın inkişafına şərait yaratmışdı və astronomik biliklər də məhz elə təqvimin yaradılmasına gətirib çıxarmışdı və axirət dünyasına inanırdılar. Bu inancla bağlı mumyalama adəti var idi. O isə anatomiyanın inkişafına gətirib çıxarmışdı, anatomik biliklərin inkişafına gətirib çıxarmışdı. Həmçinin həndəsi bilikləri var idi. Həndəsi bilikləri sahib olmaqları isə onların piramidalar inşa etməklərinə, ehramlar inşa etməklərinə şərait yaradırdı. Piramidanın qarşısında isə nəhəng heykəllər qoyulurdu. Bu Sfinks adlanırdı. Bu böyük Sfinkslər insan başlı və şir bədənli olurdu və dəhşətlər atası da adlanırdı. İnanırdılar ki, elə bu Sfinkslər piramidaları qoruyur. Belə, bugünlük dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək.